ünvan güzgüsündən, aynasından baxırıq Allaha bu həqiqətə. Bu yəni ki, mərifətdə çox aşağı dərəcəli mərifətlərdir. Təsəvvür yəni ki, Allahdan biz zehnimizdə ünvanlar ilə büt düzəltdik zehnimizdə və başladıq o bütə baxaraq Allahı görməyə. Həqiqi Allahı o bütdə gördük. Zehnimizdəki büt. Bu bütü deyəndə, mən xahiş edirəm, diqqətli olun, büt deyəndə vahimə sizi bürüməsin ki, biz bütpərəstük. Yox, elmi müzakirədir bu. Zehnimizdə anlamlar vasitəsilə biz büt düzəldirik Allahdan. Bu, o bütdən deyil ki, müşriklər ibadət edir ona. Biz ondan səhv salmayın. Sadəcə elmi müzakirə məqamında, yəni istəyirəm məsələ tam dəqiqləşə, Allah təbarək və Teala'nı ki, mütləq kamillikləri özündə cəm edən varlıq zatdır və bütün nöqsanlardan uzaqdır. Həmin o bütün kamillikləri özündə cəm edən varlıq zat, şəxsən onu tanıya bilərik ya yox. Şəxsən tanımağın mənası bilirsiniz nədir? Şəxsən tanımağın mənası budur. Yəni Allah təbarək və Teala mütləq varlıq mənim huzurumda vasitəsiz olaraq hazırdır. Bu çox vahiməli bir təsəvvürdür. Çox dəhşətli bir təsəvvürdür. Sən buna diqqət eləməsin, bu məsələyə diqqət eləməsən, fitrət ayəsini oxusan, sən fitrət ayəsini eşidib keçəcəksin. Böyle Allah Teala tevhidi fitrətimizdə qoyub, belə deyəcəksən. Allah təbarək və Teala tevhidi, Allah tanımağı fitrətimizdə qoyub, deyib keçəcəksən. Yəni nə? Yəni nə fitrətimizdə qoyub? Bunu istəyirəm başa düşək. Bunu başa düşəndə insan bütün taqətin əldən verir, bütün qüdrətin əldən verir. Yəni Allah təbarək və Teala şəxsən o mütləq varlıq mənim varlığımdadır. Bunu başa düşsən yəni nə? Yəni əgər biz bu cür Allahla əlaqəmiz olsa, şəxsən, bu maddi deyil. Yəni o bizim yanımızda hazır olmalıdır. Mənim aclığım təkin, sevincim təkin, mənim özüm təkin, o mən ki, maddi varlıq deyil, o mənim yanımda hazırdır, o mən varlığı. Mənim yanımda hazır olan o mən, varlıq mənim yanımda hazırdır. Yəni Allah Teala da bu cür maddi varlıq deyil, o mənim yanımda hazır olacaq. Və buradadır ki, mən o rəvayəti yada salıram, Qəlbul mümin ərşur rəhman. Müminin qəlbi Rəhmanın ərşidir. Yəni nə? Həmin şəxsi tanımaq. Yəni Allah təbarək və Teala mütləq varlıq, bütün kainat, bütün varlıq aləmi, bütün mövcudlar onun sayəsində vücud tapıb, onun sayəsində hər an, hər saniyə həyatına davam edir, hər saniyə həyat verilir. Həmin o Allah bizim qəlbimizə yerləşir. Yəni şəxsi tanımaq. Aydındır? Bu çox vahiməli bir çox dəhşətli bir təsəvvürdür. Əgər biz Allahı bu cür hiss eləsək, bu cür tanıya bilsək, məsələ çox dərindir. Yəni o Allaha görə insan özün ölümə ata bilər. O Allaha görə insan özün xətərlərə ata bilər. Aydındır? Amma Allah əgər bu cür tanınmasa, biz onunla şəxsi əlaqəmiz olmasa, o bizim üçün şəxsi hazır olmasa yanımızda, qəlbimizdə, yəni ancaq ünvanlar vasitəsilə biz Allahı tanıya bilsək, təsəvvürlər vasitəsi həddində qalsa, bu Allahsın qurban olmağa dəyməz. Yəni sən ehtiyac yoxdur. Dəyməz, yəni ehtiyac yoxdur. Nəyinə sən qurban olursan ki? Bir də zeynində büt düzəltmişsən, deyirsən, yəni əgər bu həddə insanın istedadı olsa ki, ancaq Allahı zehni həddə tanıya bilər, qəlbi, huzuru elmlə tanıya bilməz, o qüdrət insanda olmasa, təbii ki, o Allaha daha qurban olmağa dəyməz. Onun üçün oruç tutmağa görə dəyməz. Ona görə çox günahlara göz yummağa dəyməz. Çünki Allah əgər sənin zehnindəki təsəvvürcü qutardı, da nə istəyirsən Allahdan? Elə bir dənə Allahdır ki, qutar. Amma yox, o Allah əgər sənin huzurundadırsa, onun varlığı, sənin varlığın ondan asılıdırsa, onu əgər hiss edə bilirsənsə, o mərifətə çata bilirsənsə, elə maraqlı budur ki, o mərifətə çatmağın yolu budur ki, özündən keçəsən.
özünü fəda edəsən, özünü görməyəsən. Sən özünü görməməlisən, o mərifətə çatacaqsan. Aydındır? Yoxsa o mərifətə çatmaq qüdrəti insanda olmasa, insan daha özündən keçməlidir, fədakarlıq etməlidir, ac qalmalıdır, gözün naməhrəmdən yummalıdır, çox keyflərdən, ləzzətlərdən məhrum etməlidir özün. Bunlar heç biri lazım deyildir. Aydındır? Dinin fəlsəfəsi burada aydın olur.